Etiraf edək ki, Azərbaycanda müasir dövrdə yazıçılıq, şairlik və ümumiyyətlə sırf ədəbiyyat sahəsi ilə məşğul olmaq bu yaradıcı peşə sahibinin müəyyən maddi çətinliklərlə qarşılaşması deməkdir. Və gəlin razılaşaq ki, Avropada, Amerikada, ümumən mədəniyyəti və ədəbiyyatı inkişaf etmiş qabaqcıl ölkələrdə müəllif, naşir və kitab yayımı mexanizmi bizdəkindən çox fərqli sxem üzrə işləyir. Nəticədə orada yazıcı da, onun naşiri də məşğul olduqları işdən həm mənəvi zövq, həm də maddi qazanc əldə edirlər. Bu da normaldır. Çünki belə də olmalıdır. Maraqlıdır ki, Azərbaycanda həmin sxemlə çalışan bəlkə də yeganə yazıcı Çingiz Abdullayevin yaradıcılığı müəyyən qısqanclıq hissi ilə qarşılanır. Və bunun səbəbi Azərbaycanın xalq yazıcısı kimi yüksək adı daşıyan qələm ustasının əsərlərinin rus dilində yazılması deyil. Səbəb yazıcının həqiqətən də inanılmaz uğurlu karyerası, milyonu keçmiş tirajlarla çap olunan əsərləri və dünyanın müxtəlif ölkələrində böyük bir pərəstişkarlar ordusunun olmasıdır. Bu yerdə sual yarana bilər. Bəs nə üçün bizdə böyük uğurlara imza atan insanlara bəzən izah olunmaz qısqanclıqla yanaşır və hətta paxıllıq edirlər? İnanmaq istərdik ki, xalq yazıcısı Çingiz Abdullayevlə söhbətimiz bu suala müəyyən mənada aydınlıq gətirəcəkdir. Çingiz müəllim, siz yeganə Azərbaycanlı yazıcısınız ki, dünyada kitablarınız yüksək tirajlarla çap olunur. Yaradıcılığınıza ilk qədəm qoyduğunuzda bunu sizə söyləsəydilər, inanardınızmı? Yox, inanmazdım heç vaxt. Mən yazanda, birinci kitabımı yazanda mən heç fikirləşməzdim ki, haradasa çap olunacaq. Heç Moskvada da fikirləşməzdim ki, çap olunsun. Mənim üçün Moskva bir Mars kimi idi o vaxt, Sovet vaxtında. Sevinirdim ki, Bakıda mənim kitabım çıxsın. Çox istəyirdim. İndi düzdür, xaricdə çıxır, Bakıda daha az çıxır da, neylik. Ailənizdə ədəbiyyat adamı yoxdur? Yox, Allah eləməsin. Nə danışır? Yox, mən ciddi deyirəm, Allah eləməsin. Nə danışırsın? Məndən soruşanda ki, istəyirsən sənin uşağın, oğlun ya qızın ədəbiyyatla məşğul olsun, ya da yazıcı olsun, deyirəm, yeganə mənim Allahdan bir duam var ki, bu heç vaxt olmasın. Səbəbi? Səbəbi siz özünüz düdüsündür. Siz özünüz düdüsünüz ki, siz yeganə yazıcısınız. Bilirsiniz, yazıçılıq sənəti ən dəhşətli, ən çətin sənətdir. Bir dəfə Azad Şərifov sayıb ki, mənim kitablarımı yalnız köçürməyə görə 14 il işləmək lazımdır, səhərdən axşamacan. Mən bilirəm ki, mən 140 roman yazmışam, mən bilirəm ki, bu nə zülümdür, bu nə zəhmətdir, bu mən istəməzdim heç. Niyə görə? Ona görə ki, 1 milyon yazıcıdan biri uğurlu olur, o birisiler heç kəsə lazım deyil. Qonumları üçün, dostları üçün yazır kitablar. Əgər onun kitabları oxumurlarsa, niyə yazır? Ya da rəssamlar, 1 milyon rəssamdan biri olur uğurlu. O birisiler qrafomandılar, heç kəsə lazımdır. Yaxşıdırlar, amma əgər heç kəs almırsa onların sənətini, həkimlərdə belə deyil. Pis, yaxşı, düzdür, var dahi həkim. Amma o birisiler də həkimdir, iğnə vura bilir, kömək eləyə bilir. Jurnalistlər, operatorlar, biri dahi olur. Amma o birisiler da çəkə bilirlər, heç neysə. İnjinerlər, biri Eyfel olur, amma o birisiler da lazım olurlar. Yazıcı kimin kitabı oxumurlarsa, kimə lazımdır? Və bilirsiniz, çox şeydən asılıdır bu. Yalnız istedaddan asılı deyil. Çox şey belə olmalıdır ki, sən gedib uğurlu olasan. Ona görə bu baxımdan yenə deyirəm, mən həmişə demişəm, deyirəm də, mən yeganə duam var ki, nə oğlum, nə qızım heç vaxt yazıcı olmasınlar, heç vaxt. Bəs belə olan halda nə vadar etdi yazmağa başladınız? Mənim xoşum gəlirdi. Mən uşaqlıqdan yazırdım və sizə deyim ki, belə gülməli də səslənsə, mən hüquq fakültəsində yazdığım məqalələrim indiyəcən 30 il keçib mənim dostlarım saxlayırlar. Bəziləri nazirlər olub, bəziləri generallar, çoxsu general olub, prokuror olub. Amma indiyəcən onlar saxlayırlar ki, gör necə maraqlı yazırdın o vaxt. Sonra da kitabı yazanda bilirsiniz, mən özüm uşaqlıqdan
çox kitab sevirdim. İndi də kitab sevirəm mən. Əslində oxucuyam, yazıcı deyiləm. Ona görə bu mən inanmırdım. Yenə deyirəm ki, mənim kitabımı çap eləyirlər. 4 ildir nəşriyyatda qaldı, icazə vermirdilər çap eləməyə. Yəni mən inanmazdım ki, mən belə peşəkar yazıcı olacağam. Amma indi isə bu narkotik kimidir, mən sizə deyim. Bilirsiniz, nə qədər çox uğurlar, nə qədər çox olursa, uğur nə deməkdir? Bu puldur, bu şöhrətdir, tanınmaqdır. Ən böyük uğur yazıcı, çünki onun kitablarını oxuyurlar. Mənim atam bir dəfə məndən soruşmuşdu. Dedi, Çingiz, əgər sənə bir köpük də pul verməsələr, amma indiki kimi səni dünyada çap eləsələr, bəyəm yazmayacaqsən, təbii yazacağım. Bu narkotik, mən sevinirəm, mən yazanda bilirəm ki, bu kitab çap olunacaq, tərcümə olunacaq, onu oxuyacaqlar, yüzlərlə, minlərlə adam. Ona görə bu da özümü saxlaya bilmirəm, bu narkotik kimidir. Вот такая судьба у детектива немножко необычная. Все его ругают и говорят, что это развлекательная литература, вообще не литература. Но, тем не менее, все по ночам его где-то там под подушкой или при любом удобном случае читают. Самое главное тем, что он внес в эти детективы какую-то политическую, социальную струю. И это читалось очень интересно. Просто, действительно, это были очень яркие произведения. У Чингиза такая судьба — быть возмутителем спокойствия и писателем, которого читают миллионы. Çingiz müəllim, babanız da, atanız, qardaşınız, elə özünüz də hüquqşünassınız. Hələ qızım da hüquqşünasdır, peşəkar hüquqşünasdır, özür Angliyada qutarıb və mənim ulu babam da olub, əmim də olub, hamısı hüquqşünasdır, bəli. Ona görə mən bilirsiniz, bu sənədi çox sevirdim. İndi də çox adam soruşur, niyə görə dedektiv yazırsan. Ona görə ki, bu sənəti sevirdim, mən uşaqlıqdan istəyirdim hüquqşünas olum və oldum da. İndi oğlum da istəyir hüquqşünas olsun, məktəbi qutarıb o da istəyir. Mən onlara demişəm, özünüz seçirsiniz, amma onlar bu peşəni seçirlər, xoşları gəlir. Yaxşı, bəs bu böyük hüquqşünaslar nəsli necə münasibət göstərdi sizin yazıcı olmanızı? Çox bilirsiniz, axı, yaxşı hüquqşünas birinci çox oxumalıdır, ikinci yaxşı danışmalıdır, üçüncü ona sistemli müşleniya deyirlər, analitik şey olmalıdır. Düşüncə tərzi olmalıdır. Ona görə bu baxımdan mən hesab eləyirəm ki, bu mənə kömək eləyir. Azərbaycanda belə çox maraqlı, gülməli bir fakt var idi. Yəni, əgər sən hüquq fakültəsini qutarmısansa, sən nə yazıcı, nə də, ya da partiya işində, mən o vaxt partiya işində, sən gedib prokuror olmalısan, polis olmalısan, hörmətli adam olmalı, nə yazıcı, hara gedirsən. Yazıcıya gedə bilər filoloq, ya jurnalist, amma hüququ qutaran da, hörmətli fakültə qutarmısan, get prokuror ol yenə, get yaxşı pul qazan yenə. Bilirsiniz, belə gülməli şeylər var. Yox, sadəcə onlar bilmirdilər ki, siz elə yazıcı olaraq da çox böyük pullar qazanacaqsınız. Yox, bizdə axı olub, bilirsiniz, bizdə Rustam İbrahimbəyev kibernetikanı qutarıb, Maksud İbrahimbəyev tikinti üzrə institut qutarıb. Yəni dəqiq elmlər. Bəli, dəqiq elmlər və onlar. Natiq Rasulzadə memar olmalıdır. 5-ci kursda memarlığı atdı, getdi Moskvada Gorki Ədəbiyyat İnstitutuna getdi, daxil olundu, orada oxudu, sonra gəldi, burada tanınmış yazıcı oldu. Yəni bu baxımdan belə faktlar olub. Həyatınızda maraqlı hadisələr çox olub. Dünyanın bir çox ölkələrində olmuşsunuz və deyilənə görə yaradıcılığınızda da süjetlərin çoxu elə həyatınızdan götürülüb. Belə hadisələrdən eləsi varmı ki, o haqda heç vaxt yazmamısınız və nə üçün? Var, çoxdur, soruşanda. Axırıncı dəfə 3-4 il bundan öncə olub, çox belə maraqlı bir hadisə, belə bir tərəfdən gülməli, bir tərəfdən maraqlı, o biri tərəfdən də çox bilirsiniz, belə göstərici bir əhvalat olub ki, doğrudan da təsir edir, mənim yaradıcılığıma da təsir edir, mənə də təsir edir. Biz böyük dəstəklə Sankt-Peterburqa gəldik və orada Azərbaycandan 30-40 adam var idi, nümayəndə var idi. Fərhad Bədalbeyli, Anar, Elmir Axundova, Mansur Vekilov, bizim
Təhsil Nazirimizin müavini, nə qədər orada məmurlar var idi, yəni böyük dəstək idi. Və orada belə olmuşdu ki, bütün MDB ölkələrdən nümayəndələr gəlib, 2-3 min adam və biz gələndə restoranda oturanda bir Moldaviyadan böyük dəstək gəldi, oturdu bizim yanımızda. Və onların arasında bir qız var idi. İnandırım sizi ki, o girəndə, oturanda bizdə nə qədər kişi var idi da yeyə bilmədilər. Hamısı baxırdılar o qıza. Halbuki bizdə 70 yaşında da kişilər var idi, 40 yaşında da. Biz hamımız baxırdıq o gözəl xanıma və sonra axırda Fərhad durdu ki, gedim heç olmasa adın soruşum, bilim sizin üçün. Getdi, soruşdu, dedi ki, biz Azərbaycandan gəlmişik. Biz sizi gördük, oradan sevindik ki, belə gözəl qadın. Bu da gülə-gülə dedi ki, nə yaxşı ki, Azərbaycandan gəlmişsiniz. Sizdə yaşayır mənim ən sevdiyim yazıcı Çingiz Abdullayev. Vallahi bu gəldi. Nə xoş təsadüf. Bu gəldi dedi ki, Çingiz deyir, mən inanmazdım. Vallahi bax deyir, mənə danışsaydılar, inanmazdım ki, belə. Bax bu doğrudan, bilirsiniz, mən sizə dedim, bu narkotikdir. İndi mənim üçün maraqlı bu hadisə müəyyən bir əsərinizdə öz əksini tapacaqmı? Bəlkə də tapdı, amma fikirləşirəm ki, necə onu verib ki, ona inandırıcı olsun. У нас есть один автор в издательстве, за которого просто дерутся наши клиенты, и мы одно время пытались, просто книжка выходит, мы ее ставим в продажу. И у нас доходило до скандалов, потому что люди просили, они хотели, чтобы все книжки появлялись в один день в одном месте, и этот автор Чингиз Абдуллаев. У нас был такой случай один раз. Издательство устраивало новогодний вечер, посвященный 15-летию издательства, и распределяли авторов за столами, мы сидели. И была викторина интеллектуальная, и я могу с гордостью сказать, что наш стол победил в нескольких конкурсах. И вы знаете, 70% нашей победы было благодаря интеллекту Чингиза Акифовича. Ümumiyyətlə, sizin üçün tabu olan bir şey varmı Çingiz müəllim? Var. Bilirsiniz, mən doğrudan inanıram ki, kitab ya da kinomu çəkirlər, indi gənə təzə kino çəkəcəklər. Mən inanıram ki, bu belə böyük söz olmasa da, bu ideoloji bir faktorlardır. Mən orada heç vaxt vicdansızı ya qatili heç vaxt tərifləməməliyəm, bu birinci. İkinci, mən belə yazmalıyım ki, oxucular və ümumiyyətcə uşaqlar oxuyan kitabı başa düşsünlər ki, insanlar bu dünyaya gələndə bu çox ciddi məsələdir. Allah tərəfində vuruşmalıdırlar, iblis tərəfində yox. Və üçüncü də məsələ, bilirsiniz, axı mən dedektiv yazıram və dedektiv yazanda mən orada neysə belə yaza bilərəm ki, sonra insanlara təsir ola bilər. Mən bir kitabımda yazıram necə maşını partlatmaq olar. İnandırım sizi ki, mən indi, bax, bizi çəkirlər, mən indi sizə deyə bilərəm, sizdə, evinizdə, kuxnada olan hansını götürmək, preparatları götürmək lazımdır ki, partlada biləsiniz, hansı maşını istəyirsiniz, partlada biləsiniz. Yəni, partlayıcı maddə... Bəli, onu düzəlmək olar. Sizdə, mən dəqiq bilirəm ki, sizin evinizdə indi bu var. Yəni, mən desəm, amma bizi axı eşidəcəklər, yüzlərlə uşaqlar bizi. İndi 99'u ağıllı uşaqdır, biri dəlidir bəlkə. O da götürüb neysə eləyə bilər, maşını partladar. Ona görə mən onu heç vaxt yazmaram öz kitablarımı. Yazanda da mən onu fikirləşirəm ki, mən onu yazmıram, dərslik yazmıram teröristlər çünki onu götürüb partlatsınlar. Ona görə indi bugün də demərəm. Sonra veriliş qutarandan sonra sizə deyərəm necə maşınları partlatmaq olar. Yəni bu baxımdan tabu var, nəzərə alıram. Jules Verne deyirdi ki, mən belə kitab yazıram ki, hər mənim kitabımı qardaş bacıya oxuya bilsin. Bax, belə çox maraq. Mən isə kitabları yazanda mən doğrudan inanıram ki, mən insanlara, Faulkner'ın sözü olmasın, mən insanlara kömək eləyirəm. Mən inandırıram onları ki, Allah tərəfində durmaq olar. Olar ki, Allah iblisə qalib gələ bilər. Yəni, mən inanıram ki, mən cinayətkarı öz kitabımda cəzalandıranda o həyatda da belə olur. Mən inanıram ki, mən həyatı da biraz
yüngülləşdirirəm, biraz yaxşılaşdırıram. Mən buna çox doğrudan inanıram. Ümumiyyətlə, həyatda nəyi özünüzə rəva görməzsiniz heç vaxt? Belə sualdır, mən istəməzdim onu. Bəzi vaxt şeylər var ki, onu rəva eləməzdim, amma demərəm, deməyəcəm. Bu, belədir ki, bu sir qalmalıdır. Başqaları bilməsin. Bəli, başqaları bilir. Özüm də bəlkə istəmirəm bilim. Vaxtilə 20 yaşınızı qeyd edərkən, sizin tələbə yoldaşlarınız soruşanda ki, 40 yaşınızı harada qeyd edəcəksiniz, söyləmişdiniz ki, Parisdə. Və buna da dostlarınız gülüşmüşdülər. Bəlkə də inanmamışdılar. Nərgiz xanım, siz cavansız məndən və çox cavansız və mən sizə deyim ki, mənim 20 yaşım olanda axı bu Sovet məkanında, o vaxt da Bolqaristana da getmək olmazdı. Nəinki də xaricə. Bolqariyaya getmək üçün inandırım sizi ki, nə qədər icazə almalı idi. Ya da dostdan gedəsən, ya da uşaqlarla, ya da ailə ilə o heç mümkün deyildi. Ona görə bu baxımdan... İndi məsələ orasındadır ki, 40 yaşınızı qeyd eləyəndə soruşmuşdular ki, bəs 60 yaşınızı harada qeyd edəcəksiniz? Cavab vermişdiniz ki, ayda. Yəni, bu da təəccüblü deyil bugün. Yox, o vaxt bilirsiniz, Concorde şeyi vardı, təyyarəsi vardı. Mən fikirləşirdim, heç olmasa Concorde-da minib gedə bilərik. Amma indi Concorde yoxdur, indi görünür doğruda. Düzdür, çox bahalıdır, indi fikirləşməliyik, necə eləyir. İndi hər halda 60 yaşına qədər yeni bir şeylər ixtira olunlar hər halda. 10 yaş var. 40 yaşında doğrudan Parisdə oldu və dostlarımla getdik. Belə çox maraqlı, gülməli oldu ki, Londonda da qeyd elədik, Parisdə də. Sonra Brüsselə mən gedə bilmədim, mən belə yorulmuşdum. Onlar özləri hamısı getdilər, orada da qeyd elədilər. Amma əslində mən onu deyəndə mən heç fikirləşməzdim ki, belə dəyişikliklər olacaq, belə hər şey dəyişəcək, imkan olacaq getməyə. İndi də sizə deyim, bu imkanı fikirləşəndə mən fikirləşirəm ki, bu necə dünya dəyişib ki, biz hara istəyirik gedə bilərik. Amma hər halda hələ gənc yaşlarından nə arzulamışdınızsa həyata keçib. Sizə deyə bilərəm, mənim 18 yaşım olanda mən yadımdadır ki, mən 50 şəhərin siyahını tutmuşdum. Dedim, fikirləşdim ki, bəlkə mən inanmırdım ki, mən orada olacağım. Amma fikirləşirdim ki, bir arzum var idi ki, mən onları Buenos Aires, Singapur, Paris, San Francisco, Bagdad, Tokyo, belə şəhərlər. Yəni, heç vaxt inanmırdım ki, gedib görəcəyim, amma yazdım. O birisi siyahını da elədim, kitablar. Kitablar ki, o vaxt qadağan idi Sovet məkanında, Sovet ittifaqında. Zamyatin, Orwell, Huxley, nə qədər, Solzhenitsin düzdür biz oxuyurduq, amma o birisiləri qadağan idi. Və mən inanmırdım ki, mən bu kitabları oxuyacağam. Amma 40 yaşım olanda gördüm ki, o siyahıları hamısını doldurmuşam. Yəni, bütün şəhərlərdə dolmuşam və kitabları da oxumuşam. Sonra veriliş qutarandan sonra mən sizə elə 3-cü siyahıdan danışacağım. Veriliş qutarandan. Niyə qutarandan sonra 3-cü siyahı? Yox, indi deməyəcəm, veriliş gedir. 3-cü siyahı arzular siyahısını mı nəzərdə tutursunuz? Arzular siyahısı, amma sonra deyəcəyim sizə. Hər halda elə bir arzunuz olubmu ki, onu reallaşdırmaq qeyri-mümkün olsun? Yox, heç vaxt olmayıb. Mən 46 yaşında Azərbaycanın xalq yazıcısı oldum. Bilirsiniz, mən indiyəcə mənə deyəndə mənim üçün bu belə böyük addır. Mənim üçün Nobeldə versəydilər mükafatı, mən hesab eləyərdim, o belə böyükdür. Ona görə ki, mənim üçün bu ad Səməd Vurğun, Mirzə İbrahimov, Rasul Rza, Süleyman Rustam, İsmail Şıxlı, belə insanlar bu adı alıblar, daşıyıblar ki, mən 1000 ildə işləməliyəm ki, gedim onlara çatdım. Ona görə bu arzu da döyürdü. Bu heç vaxt olmayan bir hadisə oldu mənim həyatımda. Amma o birisilər yox, mənim belə arzularım yox idi ki, onu fikirləşim, gedim ayda qalım, ya belə kosmonavt olum, yox, belə arzularım yox idi.
Cengiz müəllim, dünya görmüş bir adamsınız. Torpaqlarımızın işğaldan qurtuluşu bir arzudur sizin üçün, yoxsa reallıq? Çətin sualdır. Bilirsiniz, axı mən siyasi dedektiv yazanda mən orada analiz eləməliyəm. Mən açığı, bəlkə də düz deyil ki, mən bunu deyirəm, amma mən inanmıram ki, bu məsələ tez həll olsun. Mən inanmıram ki, mən görürəm bizim qonşularımızın mövqeyi və inanmıram. Bəlkə ətraf rayonları biz nail olduq, bunu boşaltdılar, amma bilmirəm. Bilirsiniz, mən xatırlayıram ki, bir 10 il bundan öncə bizim ümumi liderimiz Heydər Əliyev bu məsələni Milli Məclisi çıxarmışdı. Ora dəvət eləmişdilər siyasi xadimləri də, şairləri, yazıcıları da tanınmış insanları və soruşdu, məsləhət eləyirdi ki, bu məsələni necə həll eləyək, Qarabağ məsələsini. Hərəsi bir söz deyirdi. Mən görürdüm ki, mən də oradaydım zalda, görürdüm ki, hirslənir bu kişi. Görürdüm ki, bu təkliflər belə ciddi təkliflər deyirlər. Bəlkə də bu arzudur. Mən inanmıram ki, bu tez həll olunsun. Ona görə ki, bizim qonşularımız qeyri-konstruktiv mövqeyi tutublar və mən orada böyüyən adamam. Mən bilirsiniz, hər ay bizi də Ağdamda ev var idi. Babamın evi Ağdamda idi və mən Şuşada, Ağdamda hər ay gedirdik. 2 ay, 3 ay qalırdıq. Sonra mən hüquq fakültəsində oxuyanda biz Qərbəndə getdik, orada məktəb tikirdik. O məktəbi biz özümüz tikirdik, tələbələr. Çox təsir eləyir, təbii, çox təsir eləyir, təbii. Sizə deyim, hələ mənim şəxsi mövqeyim də var. Biz Ağdamı itərəndə, axı mənim orada nə qədər Qarabağda qohumlarımın qəbirləri vardı və o şəhəri biz itirəndə mənim atam xəstələndi, yatdı. Və mən fikirləşirəm, bəlkə mən pis oğulam, bəlkə mən də heç nə eləyə bilmədim atam üçün ki, o xəstələndə onun da atasının qəbri orada idi. Biz itirmişdik, amma biz onu qaytara bilmədik. Bəlkə mən pis oğulam ki, mən onu eləyə bilmədim. Ona görə bu baxımdan bu bir tərəfdən ağrıdır, təbii ağrıdır. Amma o biri tərəfdən bu arzu kimi mən istəyərdim tez olsun. Nəzərə alsaq ki, sizin arzularınız həmişə həyata keçir və sizin arzunuza da neçə milyonluq Azərbaycanlıları da əlavə etsək, təbii ki, inşallah görəcəyik o günləri. Amma buna baxmayaraq zaman bizə işləyir. Bu da həqiqətdir. Cengiz müəllim, neçə illərdir ki, Yazıçılar Birliyinin katibisiz. Bu illər ərzində birliyin av-havası dəyişilibmi və bir katib kimi sizin işiniz əsas etibarilə nədən ibarətdir? Mən təşkilat məsələləri üzrə katibəm və təbii ki, bütün maliyyə məsələləri, bizdə 11 jurnal, qəzet var, onlara mən baxmalıyam və mənim peşəm mənə çox kömək eləyir. Təbii ki, bizdə gətirəndə dokumentləri, mən gündə nə qədər indi dokumentə qol çəkirəm, mən bunları başa düşürəm, nəyi gətirirlər, hansı hesabdan hansı hesaba köçürmək lazımdır, necə bu pulu götürürlər, necə, yəni təbii mən hüquqşünas kimi başa düşürəm. Ona görə bu baxımdan yüngüldür, mən çətin deyil işim. Amma o biri tərəfdən də bilirsiniz, bu illərdə 3 dəfə bizim qurultayımız olub və 3 dəfə məni qurultayda seçiblər. Yəni, belə deyir ki, mən gəlmişəm, kimsə məni bu vəzifəyə qoyub və deyib, otur ginən, burada oturacaqsam. Ona görə bu baxımdan da mən çox xoşbaxt adamam. Bu illərdə nə insanlar görmüşəm, sizə deyim. Orxan Pamuk bizə gəlmişdi, mən Dario Fo, Günter Grass, Nadine Gordimeyer, Rusiyanın böyük yazıçıları, ya da Çingiz Aytmatov, Sergey Mikhalkov, Aljes Süleymanov, mən səhərəcən saya bilərəm, nə qədər maraqlı insan mən burada görmüşəm.
Təbii bu baxımdan mən çox xoşbaxt adamam ki, mən bu müqəddəs bir yerdə işləmişəm və indi də bilirsiniz girəndə bu binaya mən başa düşürəm ki, bəlkə Azərbaycanın ən müqəddəs yeri Azərbaycan Yazıçılar Birliyidir. Çoxdur mu perspektivli gənclər? Çox. İndi axır vaxtlar mən bilmirəm niyə görə 90-cı ildə olmayıb belə cavanlar gəlmir. Bəlkə də başa düşürəm ki, bu Qarabağ məsələsi idi, dağılırdı hər şey, yox, axın yox idi. Amma indi nəinki yüzlərlə, minlərlə cavanlar gəlirlər ərzləri ilə ki, biz istəyirik ittifaqın üzvü olaq. Nə qədər əl yazmalar mənə göndərir, əgər mən hamısını oxusam, mən hələ 20 il işləməməliyəm. Maraqlıdır mı o əl yazmalar üçün? Nəinki maraqlıdır, çox maraqlı, istedadlı adamlar, istedadlı cavanlar var. Bir qız yazıb bir roman, heç Rusiyada hələ belə roman çıxmayıb, SMS-lə roman, bir-birinə nə yazırlar, yenə yüzbaşı. Ya da bir cavan oğlan yazıb çox belə maraqlı roman, bugünkü cavanlar düşürlər 88-ci, 87-ci ilə və onlar başa düşmürlər, hara düşüblər, başa düşmürlər, o reallıqları başa düşmürlər. Çox, indi bizdə çox tanınmış, baxmayaraq ki, cavandırlar, çox tanınmış bizim İndi yazıçılarımız var. Biz qərara gəldik ki, 3 jurnalı cavanlara verək və onlar onu buraxsınlar, çap yəni dərc olunmaq imkanları var gənclərin. Nəinki imkanları var. Biz qonorar da veririk və istəyirik ki, onlar çap olunsunlar. Baxın, son zamanlar müasir Azərbaycan ədəbiyyatının dünya miqyasına hansı yollarla çıxmağı barədə çox mübahisələr gedir. Təbii ki, siz bu məsələdə bəlkə də ən təcrübəli yazıçılarımızdansınız, çünki dünyada çap olunursunuz. Hansı yolları göstərə bilərsiniz Çingiz müəllim? Azərbaycanda var bu, indi məni bağışlasınlar, mənim həmkarlarım. Bizdə biz biraz tənbəlik, bu da var. Biraz sibaritik, biraz şərqdə yaşayanda bir hekayə yazandan sonra 4-5 ay dincəlməliyik, gəlib bizi tərifləməlidirlər, biz qulaq asmalıyıq, nə yazmışıq. Bilirsiniz, xaricdə də çoxdan belə işləmirlər. Xaricə baxanda bizim ən tanınmış yazıçıların qoy 2, 3, 4 romanı çıxsın. Yəni 60 ildə, 50 ildə. Xaricdə belə bu ola bilməz. Yəni sən səhərdən axşamacan işləməlisən, sən yazmalısan, sən bunu təbii ki, yazmasan səni heç kəs bilməyəcək. Bu bir tərəfi, zəhmət, zəhmət və zəhmət. Mağazinə girən oxucu görür milyonlarla kitab. Və nəinki mağazində? İndi internet var, hər evdə internet var. Bəli. Və cavanlar interneti açanda orada milyonlarla kitab, milyonlarla, yüzlərlə yox da, yüzlər kitab, milyonlar. Sən necə kitab yazmalısan ki, gəlib o milyon kitabdan sənin kitabı seçsinlər, pul versinlər, onu ya alsınlar, ya da oxumaq istəsələr. Ona görə bu baxımdan bugünkü yazıçılara 1000 qat çətindir, nəinki dünənki yazıçılar. Ona görə olmaz ki, sən öz kəndində oturub, ya öz şəhərində oturub, heç kəsi bəyənməyəsən, həmən kənddə birinciyəm. Birinci ola bilməyəcəksən. Sən belə kitab yazmalısan ki, heç olmasa o internetdəki milyon kitab var, sənin kitabı seçsinlər. Bu çox, mən bunu deyirəm, amma mən istəyirəm ki, bizi indi dinləyən tamaşaçılar bir fikirləşirlər ki, bu necə çətin bir məsələdir. Когда дали мне книгу, я просто был приятно, так сказать, удивлен, что так хорошо читается книга. А потом на одном дыхании перевел. Это был детективный роман «Дронго. Допустимая ошибка». Сразу книга разошлась. Он очень хорошо и тонко уловил психологию людей. Вот это один из факторов, который обеспечивает успех книги. Если есть персонажи положительного типа, ты в них влюбляешься. Вот что значит настоящий писатель, который умеет схватывать психологию людей. Mən təzə Stockholmdan qayıtmışam. Gəlmişəm, indi stolumun üstündədir. Bugün də çəkirdilər. Mənim kitablarım Şvetsiyada və Norvegiyada tərcümə olunub. Mən görəndə ki, 32 avro kimsə gəlib alır, vallahi istəyirəm saxlayayım, deyim ki, almıyız. Mən belə ağıllı adam deyiləm ki, 32 avroya mənim kitab. Amma mən başa düşürəm ki, bu gələn oxucu
milyon kitabdan, axı məndən bunlar ağıllıdırlar, təbii, məndən istedadlıdırlar. Görünür neysə bunu toxunur, maraqlandırır ki, gəlib sıx pul verir, böyük də pul verir, mənim kitabımı götürür. Bu marağın sirrini siz özünüz açıqlaya bilirsinizmi? Onu deyə bilmərəm. Bilirsiniz, mən sizə deyim, yalnız Azərbaycanda oxusaydılar, ya Rusiyada, bəlkə də mən başa düşərdim. Amma indi mən dedim, ən çox indi məni çap eləyirlər Pribaltikada və Skandinaviyada. Axı bizim mentalitetimiz heç uyğun deyil bir-birinə, heç ümumiyyətcə. Amma onu çap eləyib, nəinki çap eləyib, tərcümə eləyirlər və böyük tirajlarını çap eləyirlər. Ona görə bu baxımdan yenə deyir, yazıcı bilirsiniz, sən belə işləməlisən ki, səni dünyada qəbul eləsin. Çexovun bir sözü var, deyir, hansı yazını götürsüz, o kosmopolit yazı olmalıdır. Mən indi Rusça deyim, любой текст должен быть internationalin по сути. Yəni, əgər biz oxuyuruqsa Hugo'nun kitabını, ya Balzac'un kitabı, ya Faulkner'un kitabı, ya Çingiz Aytmatov'un kitabı, baxmayaraq ki, bu Kirgiziyadadır, Amerika ya Fransa, biz bunu qəbul eləməliyik. Hər bir millətin nümayəndəsi özünü görməlidir. Amma sən öz məsələləri, sən bu millətin nümayəndəsi olaraq bunu belə qaldırmalısan ki, dünya bunu qəbul eləyib oxusun. Bu daha qlobal yəqin ki. Çox çətinməz. Amma bunu eləyə bilməsən, sən heç vaxt dünyada səni oxumayacaqlar. İndi bizim gənc yazarlar arasında belələrini görürsünüzmü? Görürəm. Sizə deyim, bax, bizdə indi Elçin Hüseyin Beyli var, cavan. O cavan da deyil, 40 yaşı keçib, amma çox maraqlı bir yazıcı. Mən onun kitablarını indi Moskvaya göndərirəm. Yəni bir təkan da lazımdır hər halda. Bəli ki, onu ya da bizim çox istedadlı şairimiz var, İlqar Fəxmi. Çox maraqlıdır ki, Köroğlu ilə bağlı o bir dedektiv də yazıb gətirib mənə. Belə çox etnik dedektiv, amma Köroğlu ilə bağlı. Çox maraqlıdır. Sizə deyim ki, mən nə qədər adamı indi saya bilərəm, adlarını çəkə bilərəm. Bizdə çox istedadlı indi cavanlar var və mən də oradan inanıram. Mən həmişə bunu istəyirəm ki, heç olmasa 3, 4, 5 bizim yazıçılarımızın kitabları dünyada çıxsın, bizi tanısınlar. Çingiz müəllim hər zaman tam qətiyyətlə bəyan edir ki, sırf Azərbaycan yazıcısıdır və kimsə bunu şübhə altına salanda özünü təhqir olunmuş hesab edir. O əmindir ki, insan təfəkkürünü milli nağıllar, mahnılar, mətbəx formalaşdırır. Əlbəttə, yazıcı kosmopolit olduğunu danmır. Amma bununla belə hesab edir ki, ilk növbədə Azərbaycanlıdır. Bəzi məqamlarda isə hətta milliyyətçi və yerlibazdır. Çingiz müəllim, Pəncərə jurnalına verdiyiniz müsahibədə söyləmişsiniz ki, mənim həyat yoldaşım kitablarımı oxumur. Bunu demiyoruz, xahiş edirəm. Nəyə ki, yox. Mən sizə deyim nəyə görə. Bilirsiniz, mən inanmıram ki, sənin yanında yaşayan yaxın adam, o səni yazıcı kimi qəbul eləməlidir. Mən hesab edirəm ki, kişi kimi, dost kimi səni qəbul edirəm. Ümumiyyətcə, indi Azərbaycanda mən düzdür, heç kəslə tanış ola bilmərəm, amma xaricdə tanış olanda mən heç vaxt demirəm ki, mən yazıcıyam. Ona görə ki, mən istəyirəm, mənimlə ünsiyyətdə olsun bu insan. Mənim kitablarım, təbii ki, mən kitablarda daha ağıllı görünürəm, daha yaxşı. Mən istəyirəm ki, məni tanısın bu baxımdan, mənimlə yaşayan adamlar, insanlar ya da məni tanıyan adamlar. Bu baxımdan mən istəməzdim ki, yalnız məni yazıcı kimi tanısınlar. Bu qədər uğurlu bir insanın, yəni siz adi insanlardan çox fərqlisiniz və onların çətinlikləri bir başqa şeydir, sizin çətinlikləriniz bir başqa şeydir. Çingiz Abdullayevin çətinlikləri nə ola bilər? Yəni, hansı anlam daşıyır bu? Biz uğur məsələsini götürürük, amma siz nahaq fikirləşirsiniz ki, hamısı qəbul edirlər. İndiyəcən, baxmayaraq ki, da yazıcıların katibiyəm 20 ildir, ben klubun vitse-prezidentiyəm,
da xalq yazıçısıyam, bundan sonra da beynəlxalq yazıcı olmayacağım. Amma qəbul eləmirlər, indiyəcən qəbul eləmirlər, indiyəcən sevmirlər, indiyəcən heç niyə görə mən sizə deyim ki, kinolarım çıxanda indiyəcən məktub yazırlar ki, çəkmiyoruz onun kinosunu, nə üçün çəkirsiniz? Ya kitabım Kimlər çıxanda yazır, bizimkilər, təbii bizimkilər xaricdən heç kəs yazır, bizimkilər yazır. Mən bir dəfə hirslənib demişdim, əgər mən bilmirəm hansısa bu vannalar əgər mən eləsəydim və bu vannalar hər yerdə satılsaydı, ona da fəxr eləmək lazım olardı. Lazım idi ki, Azərbaycanlı vanna eləyir, ya bilmirəm bu stolları, divanı eləyir və dünyada sata bilir. Heç olmasa seviniriz ki, Azərbaycanlı kitabları buraxır. Yox, sevinmirlər, qəbul eləmirlər. İndi nə eləmək olar? Bilirsiniz, siz indi düz, mən Rigaya gələndə orada görürəm ki, yığışırlar, insanlar vağzalda ki, məni qarşılasınlar ki, gəlir Çingiz Abdullayev ya da Moskvada kitab mağazinlərdə, bax, kim bizi qulaq asırsa, indi bilirəm ki, Moskvada baxır bizi, Moskvada yaşayanlar. Meri ilə üzbəüz kitab mağazini, bir kitab mağazini, obrısıları da demirəm, bir kitab mağazini. Kim girib ora görsünlər, hər Moskva kitab mağazində mənim şəklimi veriblər və mənim xüsusi polkam var, kitablarım polkam. Azərbaycanda yoxdur. Çingiz müəllim kitablarının Bakı kitab dükanlarında olmamasından gileylənsə də, biz bu kitablara rast gəldik. Əminik ki, Çingiz müəllim üçün də bu xoş bir xəbər olacaq. Sonra da qonorar, bilirsiniz, qonorar belədir ki, bunu çox adam soruşur, deyir, milyonlarla kitabların çıxır. Əgər sən qonorarı, şöhrəti, neysə fikirləşsin, sən yazıcı ola bilməyəcəksən. Sən belə yazmalısan ki, sənin üçün maraqlı olmalıdır. Yazıcı nə deməkdir? Ümumiyyətcə yazıcı deməkdir ki, sən belə məzmunda yazırsan ki, sən oxucuya toxuna bilirsən. Sən onun vicdanını toxuna bilirsən, sən onun ürəyini toxuna bilirsən, sən onun fikrinə toxuna bilirsən. Əgər sən bunu bacarmırsan, niyə görə yazırsan? Ona görə təbii ki, olub. Amma soruşanda çox vaxt mənə bu sual verirlər ki, siz neysə dəyişdirmək istəyərdinizmi öz həyatınızda? 50 il yaşamışam, bir günümü də dəyişdirmək istəməzdim. Bəlkə bir günümü dəyişdirərdim, o da bir il bundan öncə olub, atam rəhmətə gedib. Bax, onu bəlkə mən o günü dəyişdirərdim, istəyərdim ki, bir 5-10 ildən sonra da olsun. Amma buna baxmayaq, bəlkə indi mən bunu deyirəm, bəlkə o da düz deyil demək. Amma buna baxmayaraq, mənim dostlarım gəlib, hərəsi deyirdi ki, biri 19 yaşında atasını itirib, biri 15 yaşında, biri 10 yaşında, biri heç atasını görməyib, müharibəyə gedib, həlak olub. Və mən fikirləşdim ki, mən 50 yaşına yaxın atamı itirmişəm və yenə də narazıyam. Təbii ağrıdır, narazılıqdır, təbii çox ağrıdır. Mənim üçün çox böyük ağrı idi, çox böyük itki idi. Amma o bir tərəfdən də fikirləşirəm, Allah mənə imkan verib ki, 50 yaş, bu meştibat yaşımda mən atamla olum və yeganə ata olub bu Azərbaycanda ki, öz gözü ilə görüb ki, oğlu xalq yazıcısı olanda heç bir ata bunu görməyib. Təbii bizimkilər 50, 60, 70 yaşında bu adları alıblar və heç kəs deyə bilməzdi ki, mənim oğlum xalq yazıcıdır. Bəlkə bu onun böyük xoşbaxtlığı idi, bilmirəm. Amma mən bax bu günü bəlkə də dəyişərdim, obrisi günləri dəyişməzdim, heç birini. Çətin də olsa dəyişməzdim. Çingiz müəllim, yenə də əvvələ qayıdıb soruşmaq istəyirəm. Çünki siz ilk qonorarınızı alanda seçdiyiniz maşının kapotuna əllərinizi qoyub söyləmişdiniz ki... Yaxşı bilirsiniz onu. Yox. Seçdiyim yox. Bu belə olmayıb. Mən qonorar, birinci qonorar təbii Azərbaycanda almışam. Bu böyük idi, amma bu kassaya keçirmişdilər. Yox. Mən bilirsiniz, 35 yaşınaca mən cəmi 4 ya 5 kitab yazmışam. Ona görə mən özümü peşəkar yazıcı saymırdım. Amma 34-35 yaşından sonra mənə sifarişlər başladı gəlməyə və mən də oradan da birinci dəfə roman yazdım və böyük qonorar dedilər mənə. Və onu verəndə Moskvada doğrudan da mən gördüm, yanımızda bir mağazin var. Girdim ora,
gördüm hələ maşın qiyməti o qonorar qiymətidir. Və mən o maşını təbii seçmirdim, almırdım. Amma əllərimi qoydum, sonra məni də qovdular o mağazindən, dedilər, görürəm o maşını. Amma mən başa düşdüm ki, mən öz zəhmətimlə, Yəni bu əllərlə mən işləyə bilərəm, pul qazana bilərəm, kitab yaza bilərəm, bilirsiniz. Əslində, yenə bəlkə bunu kəsəsiz, bəlkə bunu deməyəsiz, ona görə ki, oburçuların çox xətrinə deyəcək bu. Və mən başa düşürəm ki, bu sözləri deməməliyəm. Amma gəlin, buna görürsünüz, pis xəsiyyətim var. Buna baxmayaraq deyirəm. Axı, peşəkar adam nə deməkdir? Öz peşəsinə pul alanda. Onda sual əmələ gəlir. Bəs oburçular qeyri-peşəkardır. Xeyr, oburçular peşəkardır. Amma ümumiyyətcə belə imkan bugün yoxdur Azərbaycanda ki, bizim yazıçılarımız yaxşı qonorar alsın, bunu ilə dolansın. İnandırım sizi ki, siz bunu bilmərsiniz. Sovet vaxtında ən varlı adamlar, yəni mən də bu çexovikləri deməliyəm, ən varlı adamlar akademiklər və yazıçılar idi. Bunu hamısı bilirdi ki, tanınmış yazıçılar və akademiklər. Bugün isə vəziyyət dəyişib, bunu da inandırım sizi ki, bəlkə ən kasıb adamlar bugün bizim yazıçılarımızdır. Bu mənə çox təsir edir. Amma mən əslində soruşmaq istəyirdim ki, siz bu qonorarı nəyə xərcləməkdən zövq alırsınız? Mən heç bilmirəm, hara gedir pullar, amma yenə mən necə yaşamışam, belə də yaşayıram. Mən hesab eləyirəm ki, birinci dünyanı görmək, Avropada belə muzey yoxdur ki, mən uşağı aparıb orada o muzeyə göstərməyim. Oğlumun 2 yaşı var idi, mən 2 yaşdan uşağı aparırdım, incidirdim, aparırdım. Bilirsiniz, mənim atam, anam məni 5-6 yaşımdan aparırdı Leningrada, Tallinna, Riga, Lvova. Təbii o vaxt xaricə biz gedə bilməzdik. Və məni birinci, ikinci, üçüncü dəfə muzeyə aparanda çox hirslənirdim. Uşaq idim, məni niyə görə bura? Yadımdadır ki, mənim 5 yaşım olanda məni anam Pavlovska apardı. O 20 ildən çox universitetin rektoru idi, təcrübəli adam idi və mənə dedi ki, bəs Çingiz, gəl gedib. Mən istəmirdim, hirslənirdim. Sonra yavaş-yavaş başa düşməyə başladım ki, gör necə eləyiblər olar ki, mən indi gələndə hansısa şəhərə birinci soruşuram, bunların muzeyi hardadır? Axı, necə gəlib şəhərə getməyəsən, görməyəsən və sevinməyəsən. Doğrudan, bilirsiniz, bu baxımdan mənim həmişə yazığım gəlib o adamlara ki, başa düşmürlər, nə itirirlər. Pul hər şeydən üstün ola, heç vaxt üstün ola bilməz. Kitab oxumayan adama nə deyəsən? Kora necə başa salasan ki, qırmızı ilə göy arasında fərq var? Kördür da bu adam. Ya da muzeyi sevməyən adam, ümumiyyətcə musiqini sevməyən adam, buna necə deyəsən, sübut eləyəsən ki, ay yazıq, sən yalnız pulla bugün yaşamaq olmaz. Sənin anadan olmuşsan və gedəcəksən. O dünyaya heç nə özünlə aparmayacaq. Nəyi görmüşsən, budur sənin qazancın. Amma təəssüflər olsun ki, bunu bugün çox adam başa düşmür. Çingiz müəllim, əgər biz bütün bugün danışdıqlarımıza bir yekun vursaq, yəni, və belə bir sualla bitirsək, bilmirəm, sizin cavabınız necə olacaq? Doğrudur. Nəyə görə yaşamağa dəyər? İki sözlə buna cavab vermək çox çətindir. Bilirsiniz, indiyəcən biz başa düşməyik. Axı, nə məqsədlə bizi vali edənlərmi, Tanrımı, ya Allah mı yaradıb, nə məqsədlə bu dünyaya göndərib və nə məqsədlə də sonra bizi bu dünyadan aparır. Amma əgər sən belə yaşayırsan ki, sonra sən heç nəyi xatırlaya bilmirsən, bilirsiniz, mən nə qədər insan tanıyıram ki, nəinki 80 yaşında, 50 yaşında, 40 yaşında, 60 yaşında soruşursan ki, ömrün necə keçib, deyir, heç başa düşmədim necə ömrüm keçdi. Nə qədər mənim yazığım gəlir o adamlara, yəni onlar yaşamayıblar, onlar hər günü yaşamayıblar. Bilirsiniz, yaşamaq deyər ona görə ki, bunu sənə belə bir böyük xoşbəxtlik veriblər, belə ki, sən yaşayasan.
Belə bir böyük bir, bilmirəm nədir bu sənə veriblər, valideynlər, yenə deyirəm, Allah mı, kim verib sənə? Amma sən bu həyatı belə yaşamalısan ki, birinci, o birisi adamları incidməyəsən, adam kimi yaşayasən, insan kimi. Bilirsiniz, mən fəxr eləyirəm ki, heç vaxt dostlarımı satmamışam, heç vaxt məndən heç kəs inciməyib bu baxımdan. Ona görə, əgər sən həyata gəlirsənsə, insan kimi yaşa yenə. Yəni, bilirsiniz, bizim danışığımızın əvvəlində mən o Allah tərəfində dedim, onu Borges demişdi. Onu çox maraqlı Borges demişdi. Demişdi ki, əgər sən birəcə Allaha inanırsansa, sən inanmalısan ki, hamısını Allah qurub. Onda sualım var, niyə görə Allah iblisi yaradıb? Yaradmasaydı da biz necə yaxşı yaşayardıq? Axı onu da yaradıb Allah. Niyə görə yaradıb? Və özü də cavab verir. Onu qəsdən yaradıb Allah ki, sən seçə biləsən. Allahı mı qəbul edirsən, iblisi mi? Qəbul eləmir iblisi, Allahı qəbul elə. Təəssüflər olsun ki, hər gün deyir bizim ürəyimizdə bu mübarizə gedir, bu müharibə gedir. İblisi, biraz iblis deyir, hər gün insan 5-6 dəfə yalan danışır. Bəlkə bugün də mən sizinlə danışanda bir 3 dəfə yalandır. Amma yox, çalışıram ki, yalan danışmayayım. Ona görə bu baxımdan yaşamaq belədir ki, sən insan kimi yaşamalısan və insan kimi getməlisən. Rustam İbrahimbəyovun çox yaxşı sözü var, mənim çox xoşuma gəlir. Sən deyir, belə ölməlisən ki, öləndən sonra heç olmasa yaxşı adamlar gəlib səni dəfn yola salsınlar. Sənin yasuva yaxşı adamlar gəlsinlər. Səndən çox şey asılıdır. Ona görə andırıram sizi ki, yaşamağa deyə. Bugün xalq yazıcısı Çingiz Abdullayevin arzu olunacaq hər şeyi var. Onun əldə etdiklərini sadalamaqla yetməz. Ancaq uğurlu karyera, xoşbəxt ailə, zəngin ictimai həyat əsl yaradıcı insan üçün kifayət etmir. Rusiyanın ucqar şəhərlərinin birində yaşayan bir qadın yazıçıya ünvanladığı məktubunda yazır ki, Çingiz Abdullayev ona müəyyən məqamda həyatda qalmağa kömək etdi. Yazıcı üçün ən vacib olan oxucu marağı, pərəstişi və sevgisidir. Bu mənada da Çingiz Abdullayevin bəxti gətirib. Çünki həyatda onun yaradıcılığına ən yüksək qiyməti məhz oxucusu verib.